Eşidənlər həmişə təəccüblənir və inana bilmirlər ki, bu bariton səsli müğənni vaxtı ilə Azərbaycan opera səhnəsində qadın rolları oynayıb və onun leylisi də, əslisi də 20-ci yüzyılın başlanğıcında heyran alqışlarla qarşılanıb. Şah İsmaili yazanda isə Müslüm Maqamayev Ərəb Zəngi partiyasını elə onu nəzərdə tutaraq bəstələmişdi. Və 1919-cu ildə bir neçə macəralı təxirdən sonra opera nəhayət ki səhnəyə çıxanda məhz həmin müğənni Ərəb Zəngini misilsiz bir məharətlə yaratmışdı. Əlbəttə, o yalnız qadın rolları oynamadı. Həmin rolları ona görə ifa edirdi ki, səhnəmizin buna ehtiyacı vardı. Dövr ilə dövr idi. Səhnəmiz hələ qadınsız idi. İllər sonra isə o, Leyli Məcnunda Nofəldə oldu, Əsli Kərəmdə Qara Keşiş, Aşıq Qəribdə Şahvələt, Şah İsmaildə Aslan Şah. O, Azərbaycanın xalq artisti idi. Hətta SSR xalq artisti olmağın lap bir addımlığına da çatmışdı. O parlaq sənətkar Azərbaycan operasının ulduzlarından olan Məmməd Tağı Bağırov idi. Səhnəyə çıxaraq ilk rollarını oynadığı 1909-cu ilə təsadüf edir. Amma nə proqramlar, nə afişalar qalırdı ki, bu tarixləri sübut etsin. Lakin hər halda şahidlər vardı. 1957-ci ildə xalq artisti Sidqi Ruhullah yazıb altından da imza atmışdı ki, bəli, hər şey mənim gözümün qarşısında baş verib. Məmməd Tağı Bağırov səhnə fəaliyyətinə 1909-cu ildə başlayıb. Mənimlə eyni səhnədə Nadir Şahda Fərraşı, Rıza xanı, Bəxtsiz Cavanda 1-ci və 2-ci kəndlini, Gavədə Xosrovun çobanını oynayıb. Meşri İbad sen bize hoş gelip bizi şad eledin. Meşri İbad sen bize hoş gelip bizi şad eledin. Bir de göreyim ne oldu ki bizi yad eledin. Bir de göreyim ne oldu ki bizi yad eledin. Bu maraqlı ömür sizin də gözləriniz önündə canlanacaq. İyunun 26-sında saat 21:30-da və iyunun 28-də saat 23-də axşam görüşlərini dinləsəniz.